Biz ondan razıyıq, o da bizdən razıdır. Allah da ondan razı olsun. Əla, çox gözəl yarışımız davam edir. O var ya kişi götür. Alo. Nereye koyuyor? Mən çox pisəm. Mən çox yaxşıyam. Çox zəif işləyir. Bu zəif işləməyinin əsas səbəbkarı bunu göstər. Bayaq bir dənə döyüş oldu. Döyüş değildi də, yəni kickboxing. Yarış təəssüratlarınızı bildirin. Yarış təəssüratlarınızı bildirin, zəhmət olmasa. Məncə yarış Sonra oluyor manatlar. YouTube kanalıma xoş gəlmisiniz. Çəki günündəyik. Ramal müəllim, Milana, Əli, Rəşad. Bir də mən. Eşad mənim də yoxdur. Əsas gəlişən Çəkiyə gəlmişik. Sabahdan 3 günlük yarışımız var. Görək başımıza nə gəlir. Göydə pomidor zadatması var yaxşıdan. Yox. Eşad müəllim. Boncukdur. Bu dəfə bizim vlogumuz olacaq yarışdan. Yeniyetmələrdən ibarət yaş kateqoriyasının Respublika birinciliyi var. Dünən çəki oldu və bugün də gedirik yarışa. Bu yaş kateqoriyası digərlərinə nisbətən biraz çətin keçir. Çünki uşaqların hamısı qaydaları tam bilmir. Hələ də ki bilirsiniz, ötən seminarda biz yeni qaydalar öyrəndik. Onun 50%-ni hazırda tətbiq eləyəcəyik. Yəni biraz qarmaşıq, biraz yorucu olacaq. Biraz da çıxar. Aha, vlog gəlir. Avara uşaqları olurdu. Qaskı belə də oyunu. Mən seçəm. Day qoyur. Yeniyetmələrin yarışı böyüklərin və gənclərin yarışına baxanda biraz qəliz keçir. Çünki onlar tam olaraq belə deyək də, səhvləri edəndə şuurlu şəkildə etmirlər. Bildikləri olur ki, hakimi aldatsınlar. Çünki aylarla bunun üstündə məşq edirlər və yarışda gəlib onları tətbiq etməyə çalışırlar. Və bu dəfə yarışda bizdə yeni hakimlərimiz də var ki, hansıdır ki, çox az təcrübəsi var və bəziləri hətta ilk dəfə Respublika birinciliyinə çıxacaqlar. Biz onlara da kömək eləməli olacağıq. Demək olar ki, hər iki tərəf də bərabərdir. Gərək necə olacaq? Məncə yaxşı bir yarış olacaq. Ümid eləyirəm ki, sakit, öz xodunda gedən bir yarış olar. Sözsüz, söhbətsiz. Çünki yarışlar ərəfəsində şikayətlər çox olur. İstər-istəməz hər bir valideyn istəyir ki, öz övladı udsun. Ancaq təbii ki, qaydalar nədirsə, biz hakimlər onları edirik. İkinci Aysel burada. Yox, mən bir idim. Aysel sonradan join oldu. Çəkə bilirsən? Hə, deməli gəlmişik yarış meydançasında. Düzdür, işıqlarımız hələ yanmır. Amma birazdan gördüyünüz tribunaların hamısı dolacaq. Sabahınız xeyir. Tribunaların hamısı dolacaq valideynlərlə və bizim 3 günlük ən ağır günümüz başlayacaq. Ən axırıncı gün belə başımızı götürüb buradan qaçacağıq. Salam. Və sağ olun. Buyurun. Ara danış. Mikrofon. Salam. Xoş gördük. Nə dərsiniz? Sağ olun, siz Yaxşı. Vlogumuza xoş gəlmisiniz. Xoş gördük. Həmişə xeyir işlərlə görüşək. Oha. Mən belə risk çəksən utanıram. Mən belə çəkim, həyəcanlanıram, xahiş edirəm. Stresə düşürəm. Ha, nə danışım? O var ya kişi götür. Alo. Nereye koyuyor? Axırıncı dəfə yarışda nə vaxt olmusan? Axırıncı dəfə dünya çempionatında. Ondan sonra Rusiyada olmuşam. Yarışla bağlı nə deyə bilərsən? Hələ ki pis getmir. Yaxşıdır.
Söz-söhbət var. Söz-söhbət hələ çoxdur. Yəni belə qulaq asmaq istəsənsə danışa bilərəm. Maraqlı söhbətlər var. Efirdən kənar amma. Yox. Necə düşürəm? Qəşəng. Dəqiq. Bəli, bəli. Deməli, yarışın bugün ilk günündəyik. Salam. Çox utancaqdı qızımız. Dəhşət. Əslində olan kadr arxası. Qoymursunuz çayımı iç. Niyə qoymursunuz çayımı içim? İmkan vermirlər, boğazımı istedim. Vallahi da tatamidə bir təhər oldu. Deməli, yeniyetmələrin ilk günüdür. Hələ ki pis getmir. Problem yoxdur çox şükür. Günün sonuna görə nə olur? Abeddən sonra. Abeddən sonra Abeddən danışacağım. sonraya gör. Hə, abeddən sonra dəhşət olacaq. Çünki gənclərlə böyüklər kimi deyil, yeniyetmələr biraz fərqlidir. Yəni səhvləri bilmədən də edirlər, bilərəkdən də edənlər var. Ona görə qərarları verəndə təkcə idmançının özü ilə yox, məşqçi bir də valideynlərlə mübarizə aparıb. Tamamilə doğrudur. Sən də hazırda üçün dediklərimi təsdiq eləmək üçün varsan. Burada. Bəli, mən görsə səhv heç nə demirəm. Səhv bir şey demirsən. Vəkilim yanımdadır. Bilsən? Bir də işləməyən bu var. İşləmir. O da işləmir. Hamımız bura çay içməyə Çay gəlirik. içməyə Heç kim gəlmişik, işləmir. İdmançılar özləri döyüşürlər. bax, nə heç birində alanda Amma çaydan başqa hər şey vardı. Nəysə, sağ olun. Sağ bəs. Bugünlük bu qədər. Məndən bu qədər. Daha Məndən doğrusu. Çox baxmayın, gözləyin. Ay Allah. belə ekrana kəlləzət də var, belə qurtarlar. O şey var ya, Aygün təzə mahnı çıxıb ya. Onun adı Adı nədir? nədir? Onun adı nədir bilən var. Ağali, Bəli qadın alın. nətərsən? Əla, bomba kimi yarışımız da əla gedir, hər şey qaydasında çox gedir. Yəni biz kort rəhbəri bizdən çox razıdır, biz də ondan razıyıq. Sən də qadan qalıb. Sən kort rəhbərin Ramal müəllim. Bravo mən. Bəli, biz ondan razıyıq, o da bizdən razıdır. Allah da ondan razı olsun. Əla, çox gözəl yarışımız davam edir. Düzdür. Yetər. Biz davam edəcəyik. Axıra qədər mübarizə, axıra kimi. Hakimlər bizim əlində. Onu çox ciddi. Bu kompüterlə bir yerdə gəzirsən orada. Oradan mənim də koordinatları ver. Mən qaçırdı. Sağralıyız ya. O nə deməkdir? Mənim sağ olsunlar. Hazırda yeməyə gedirik Həmiddən. Yəni təşmədin. Ağaca yaşa biləm. Telefon nədir? Bəli. Birbaşa da kola verir. Ən sevdiyim nə olardı? Bizə verdiyi yeməklərdən ən sevdiyim koladır. Allah and olsun. Kime onu deyirdim ki. Bir yaxdan 33 döyüşdü. Söyle çıxmadı. Sonra dediler ki sen de insansan. Gələcəm. Çık söyle. Artık çıktı. Bu sefer teyzeden döyüştü ama ben çıkmadım. Gel. 3 saat inspection'da oturmuşam. 3 saat. Xahiş eləm idmançılar, corablar vaxtında qaytarın. Mən başımı xarab eləmişdim. O şimdi komandamız o kadar rengarenkti. Her tipten insan var. 33 dövüşten sonra dincəldi. İndi gəlmişik. Oturmuşuq yəni ki çay içəcəyik. Amma yalan söhbətdə, yəni çay zad içmirik. Elə oturmuş. Bir də dəyişiklik olsun. göstər, xahiş edirəm. Bir də göstər, qısına görə qoydu onu. Niyə? Hər şey eləyirsiniz, menecerləri zətləri çağırırsınız. Amma mənalı söhbətlər eləmək mənə ləzzət verir. Dairəsində çəksən indi, qəşəng olur. Şansım uşağım. Tyson tanınıram. Artıq yarışımız ortadan sonradır. Yarışımız davam edir. Birinci kort çox zəif işləyir. Baxmayaraq ki 72 döyüşü var. 73 bəli. 73 olsun. Çox zəif işləyir. Bu zəif işləməyinin əsas səbəbkarı bunu göstər. Dedim. Yazıq canım mənim. Bax, Bax bir dənə ad döyüşü. səbəbkar. Bir nəfər yetişir. Səbəbkar budur.
Yarışda işləmək bizim zalda işlədiyimiz kimi olmur. Çünki orada yarışın stresi var. Təkcə idmançılarda deyil, eyni zamanda hakimlərin də həyəcanı olur təbii ki. Çünki üzərinə böyük bir məsuliyyət qoyulur və həmin məsuliyyətə əsasən, onun verdiyi qərarlara əsasən idmançı milli yığmaq komandaya düşür və il ərzində olan Avropa, dünya çempionatlarında iştirak edir. Yəni siz buradakı məsuliyyəti məncə yaşamadan hiss etmək biraz qeyri-mümkündür. Buna görə də ən azından düşünürəm ki, istirahət günlərinizdən birini marağınız olan idman növlərinin yarışlarına gedib orada baxasınız. Çünki bu çox vacib məqamdır. Və onu da qeyd edeyim ki, təkcə tribunada izləyəndə deyil, sən məşqçi olanda həyəcan tam fərqli olur, idmançı olanda fərqli olur, hakimdə tamam başqa olur. Hətta yarış komissiyasının rəhbərlərində belə həyəcanlar, məsuliyyət fərqli olur. Çünki hərənin özünə uyğun vəzifə öhdəliyi və məsuliyyəti var və hər kəs də istəyir ki, gördüyü iş yaxşı, adına layiq və səliqəli çıxsın. Yəni ona görə məncə heç kimi durmadan, bilmədən, nə bilim, durduğu yerə yargılamağa ehtiyac yoxdur. Yarışımız bitdi, ilk gün yekunlaşdı və deyim ki, çox ağır bir gün idi. Çünki kifayət qədər döyüş var idi. Təkcə bizim tatamidə 73 döyüş idi. Çətin idi, sporlu vəziyyətlər oldu, çətin situasiyalar oldu, bəzən səhvlər oldu, bəzən çətin situasiyalardan çox yaxşı çıxışlar oldu deyə düşünürəm. Əsas odur ki, hamı belə vicdan rahatlığı ilə evə getdi ki, yəni bilərəkdən heç kimin haqqına girməyib. Yarış ümumilikdə biraz gərgin keçir, çünki yeniyetmələrdir və yeniyetmələr çox dinamikdirlər və gün sonuna doğru hakimlər döyüşləri apardıqca, yorulduqca idmançılar hələ də öz enerjilərini saxlayırlar. Bu da bizə biraz çətinlik yaradır açıqcası. Düzdür, təcrübəli hakimlər situasiyalardan çıxa bilir, çünki təcrübə danışır artıq orada, amma yenə də bizim üçün də bəzi məqamlar çətindir, bəzi vəziyyətlərdə video repleylər çətindir. Belə deyim ki, video repley hakimlərinin işi belə çətindir, çünki gün boyunca video repleylərə baxır və fərqli situasiyaları analiz edir və bu da insan beyninin yorulmasına səbəb olduğuna görə gün sonunda final döyüşlərinə gələndə vəziyyət daha da gərginləşir. Oradakı necə qərar versin ki, həm məşqçilər razı qalsın, həm ədalət sağlansın, həm idmançılar üçün düzgün qərar verilsin. Yəni o ədaləti qorumaq lazımdır da. Və günün sonuna yaxın o qədər hərarət yüksək olur ki, hər kəs udmaq istəyir və finala bir addım qalır, amma onu balanslamaq belə həqiqətən çox çətindir. Ümumiyyətcə hakim olmaq çətindir. Kimsə deyirsə çox asandır. O insana deyərdim ki, ən azından bircə dəfə çıx, tatamidə döyüş apar. Və bu günləri artıq məncə vlogun son bölüm, belə deyil, son kadrıdır. Sabah səhər sizinlə yenidən birlikdə olacağıq. Məncə YouTube kanalını izləməyə davam edin. Burada qalın. Yarışın ikinci gün səhərindən sizi salamlayıram. Deməli, bugün yarışımızın ikinci günüdür, amma yollardayıq. Bir yandan makyaj eləyib, bir yandan mağazın sürüb, bir yandan vlogu çəkmək çox çətindir. Görək necə olacaq. Başımıza gelirse hele yaşım yağmasıydı kolumuzda rumumuzda. Sabahınız xeyir. Başqa şansı var səncə? Bizi də səsinlər. Gəlmişik. Bugün ikinci gündür. Aradan da sənin videolarını izləyir. Bax, mən federasiya nəsə sözünü bilmərəm, nə gördüm. Bu bizim kortun hakimi deyil, prosto gəlib bizə.
Çox istəyirsən sən bizə gəzdirək. Bu nəsə yandırırlar, görəsən? Dostlar, bayaq da satmışdım, bilmirəm. Səs kaydı var idi, yoxsa yox. Normal verdi. Amma ətraf mühit. Ekologiya Təbii Sərvətlər Nazirliyinin baş işçisi, baş rəhbəri. Qulaqdaşına Denə Havi, salam. Salam. Mənim salam. Sabahınız xeyir. Sağ ol. Bizim rəfirimiz, baş hakimimiz, bizim qoruyucumuz. Sözü içində. Hacı ilə gəlib Queen tacını evdə unutmadı. Mikrofon hardadır? Mikrofon. Mikrofon buradadır. Mikrofon yuxarıda. Mikrofonu yuxarı tutar. Çəqə. Bəli dostlar. Bəli. İndi məni biri qovacaq məli işdə. Qovulacaq. Deməli, yarışın ikinci günüdür, artıq gəlmişik. Bəli. Bəli. Və indi ikinci günə başlayacağıq. Dünənə nisbətən bu gün dedilər sakitçilik olacaq, amma biz bunu günün sonu qərar verəcəyik ki, necə keçibdi. Dünənin feedbacklərini zaten çəkmişdim. İndi bugünün də sonda qeydlərini eləyəcəyik. Görək başımıza nə gəlir. Bu yorğunsunuz. Bu Göz çəkirsə. Vallahi. Снимает уже? Yarış vlogudur bu. Bəli. Gözdə özümü yığışdırım. Nətərdir vəziyyət? Mən çox pisəmi? Mən çox yaxşıyam, yarışlar çox yaxşı gedir. Səliqəli, hakimlər çox gözəl. Axı sən nə vaxt hakimlik eləmişdin? Axırıncı və 2 il bundan qabaq. Bir müddət ara verdim, sonra yenidən 2 il fasilə nətər təsir edib? yaxşı olmadı. Darıxırdım. İndi məşqçi olmaq yaxşıdır, yoxsa hakim? Hər ikisi. İkisindən birini seçməli olsaq? Məşqçilik. Bunda nə gəzir? Hə? Özüm qəsdim. Gördün necə tuttum. Bana gəzir. Bilirəm nə demək istədi. Bəli, bəli, bəli. Buna gəzir burada. Vloga görə gəlmişsin məncə. Nətər soruşdum ha? Mən nətər dedim. Olur idi də, gedirdi günlərlə qalırdı. Salam. Salam. Mən şəhid eləyəsən. Yuxarı, yuxarı. Nə qədər yeyirsən Abbas? Nə qədər yeyirsən? Nə yeyir? Döyüşü kim aparacaq? Bu yax bir dənə döyüş oldu. Döyüş deyildi də, yəni kickbox. Aha, məndən sonra kimi də açam? 2 nəfər bir saat açıb bilmir. Ha, все. Teşekkürlər, Allah razı olsun. Biz gəlişini çəkək. Çünki kamera deyir ki, mən ancaq səni çəkirəm. Mən də olmam. Deməli, yarışın ikinci gününün birinci hissəsi qutardı, indi ikinci hissəsi olacaq fasilədən sonra. Əslində yaxşı gedir. Uşaqlar dedilər ki, əslində xəbərsiz onları çəkim, amma o da alınmadı. Bəs kim qeybətini elsən? Hə? Kimin qeybətini elsən? Nə dedin sən?
Nə acı bu? Dünən yemirdi, bu günlərdə derdi. Doyuram. Sənin konkret başı qarşı beyimi. Ortaya, buna 2 dəfə bas, ortalasın. Bu çəkir. Hə. Salam dostlar. Necəsiz? Mən bu günləri röportaj aparacağam hər kəslə. Başlayaq. Milana xanımla başlayacağam. Milana xanım. Oy, salam əleykum. Yarış təəssüratlarınızı bildirin. Yarış təəssüratlarınızı bildirin zəhmət olmasa. Məncə yarış. Mən deyim. Doğrudan birinci dəfə yarışda olmaz. Hə. Tamam. Sağ olun. Hə, bu günləri Səma xanımın ümumiyyətlə bu yarış ilk yarışıdır. Özümü çəkirəm. Bura dözmə. Aşağı orada özünə fırlatma. Hansı? Telefon kimidir? Telefon kimidir, basa bilirsən. Nəyə basıram? Ömür. Həqiqətən ki. Daha burada. Nə oldu? Həqiqətən biraz uçuşqayam mən. Gimbal uç noktalarına ulaşırdı. Açıram 2 dəfə yenə basırsan. Uç noktalar, yəni təpəsi bir yerə gedir. Yəni buna basırsan tezdən ortalayır. Bunu Hə, deməli, Səma xanımın bu günləri ümumiyyətlə bu yarış ilk yarışıdır və ona söz vermək istəyirəm. Təəssüratları nələrdir? Getdik. Səma xanım, buyurun danışın. Ağzımı çəkdin axı. Buyurun Səma. Səma xanım, sizə eşidirik. Xanım deyəndə çox fikirləşdim. Səma bəy, buyurun. Bəli, bəy olar Gəncəli olaraq bu təəssüratların. Ağali. Bəli, küçə. Əslində Gəncəli deyil. Bu bolt reklamı deyil mi? Mən niyə Gəncəliyəm? Atam Bustanam gücü. Sadəcə Gəncədə olmuşam, Gəncəliyəm. Tamam. Gəncəli çox Sən nə deyirsən? Nə deyirsən? O şey var ya, toyxanalarda kameraya çəkilir. yemək var. Toyxanada kameraya çəkilir. Hamını. Sağ olun ama. Bəli dostlar, bu da bizim Etibar əmidir. Etibar əmi, salam. Salam. Salam elədi bizə, görürsüz dostlar. Bəli. Burada bizim digər iştirakçılarımız var. Baxın, yemək yeyirlər. Rəfəli var burada, rəfəli. Bu yemeğimi ye. Koyda elleri. Hazır. Hə. Böyle çekirler. Sil onu. Ama ben de gibi. Hə. Ettiğini görelim. Sonunda video kurulanda bakarım ki ben yoxam. Sonra ben Şeydir, onlar özləri edibdir. Bəli. Hamısı gögərtidir də. Hə. Ona bax, ətlərə. Necə olub bu? Sən də Bax, ət, yox, yox. kaşır karıştı. Kaşırdı karıştı. Mən heç gizlətməmişəm. Baxın dostlar, Yəni məndə ət yoxdur. gizlədim hamısını. Bütün ətləri gizlədim. Kartoşka. Kartoşka neymiş? Aşın altında. Sen böyle vereceksin. Görürsün. Güversin sonra. Sən Et böyük verim, hepsi. et mi yiyəcəksən Üç sən? dənə ət verir, hamısı. Aha gülürlər, baxın. Sabahları yemək yeməsən, məsləhət verirəm, sabah sən yemək yemə. Bütün kameralar, sabah dostlar, sabah bütün kameralar məni çəkəcək. Buna çox əminəm. Fokuslan da, ortala da məni. Hə. Bəli dostlar. Heç nə. Bu xanımdan alın. Mikrofonu qoy yerə xanım. Mən mikrofon gördümsə yerə qoymayacağam. Hə. Bəli, biz hakimlərik. Deyən pamadamı düzəldim. Mən pamadam gedim. Jalə xanım, gedək. Bura, biz də biriliriyiz yəni. Salam olsun. Qoy mən də düşüm. Qoy mən də düşün. Qoy mən də düşüm. Kim istəsə düş. Düş, düş, düş. Hər dəfə görürük lan. Canan. Sabah yine korttayıq da. Başım oyuna çık. Mənə bax, aşıyırsan. Biz yemişik öyle. Bollarımız satır bir dənə. Bunların da gəlsən kafesi.
Pulla. Şerefe ayranlı yerim. Ayran qısadır. Dünyada ayran yox. Bir damla qatma. Ananın atasına bir başsağlık verər. Bandamı yığdım. Bandamı yığdım gedirəm. Para gedirik razdivolkaya. Tanısaydım. Gedirim açacağım. Pavarotti. Mən də deyirəm bizim qapı niyə açıqdır? Sağ ol. Geldiniz. Nə axtarsın? Çənəyə zadələmək. Üzümü simmetrik O göstər. qədər. Göstərim. Yani. Ciba bombes. Deməli, indi bizdə fasilədir. Yeməyimizi yedik. Özümüzü səliqəyə saldıq. Gəlib oturmuşuq yarış meydançasında. Gözləyirik ki, elə bil ki, döyüşlər başlasın. Təxmini 10 dəqiqə sonra artıq hakimlər içəri toplaşacaq. Toplaşdıqdan sonra 10 dəqiqə qalmış, bütün hakimlər öz kortuna çıxacaq. Günün ilk hissəsi pis keçməyibdi. Heç bir problem yoxdur hələ ki. Şükür. İnşallah gün sonuna kimi belə davam eləyər. Bəzən müəllimlərin çox az belə şeyləri olur, şikayətləri. Biz artıq bunlara öyrəşmişik də. Çünki onlar şikayət eləyirlər, müraciət olunur və biz o müraciətlərə baxıb yenidən onları cavablandırırıq. Təbii ki, buna bizim baş hakimimiz baxır. Bəzi situasiyalarda isə elə olur ki, hakim insan faktoru nəzərə alaraq bəzi məqamları gözdən qaçıra bilir. Buna görə də elə həmin dəqiqə yerindəcə məşqçi şikayət elədikdə onlar yenidən baxılır. Baxıldıqdan sonra qərar verilir. Təbii ki, bu yarışın nəticəsini dəyişmir. Ancaq yenə də əgər hakim tərəfindən edilən bir səhv varsa, həmin hakimə xəbərdarlıq verilir, məlumatlandırılır ki, burada prosesi düzgün etməyibdir. Yarış nə qədər belə deyək də ciddi şəraitdə geçsə də, özünüz də vloqda görürsünüz də, biz o ciddi atmosferdən çıxıb şən vaxtda keçirə bilirik, söhbət eləyib bir-birimizdən zarafatlar eləyirik. Hakimlərimizin arasında yeni hakimlər də var, onlar komandaya adaptasiya olmağa çalışırlar. Təbii ki, ilk yarışda bu biraz çətin olur, çünki yarışın həyəcanı var, stresi var, bunu nəzərə alınır. Ancaq növbəti yarışda əminəm ki, onlar da bizim tempimizə düşəcəklər. Və burada mənim tatamimin bir eqolu əməkdaşı var ki, o da Elmirdir. Bəli. Demir canım yanına. Çox eqoludur. Çox eqolu bir əməkdaşdır. Bəli. Yanındakı da Abbasdır. Tanış olun, hakim yoldaşlarım. Belə. Onların öz dünyası var. Dostlar, şahane nəticə düz deyir. Ağali, Hə, bura. gəl buraya tərəfə. Sahibə götürürsünüz məndən. Aha. Buyurun başlayın danışmağa. Gəl də. Bu yarış bizə çox güclü həvəs və çox güclü güc verir. Aha. Yəni belə yarışların olmağı bizim gələcəkdə gənclərimizin daha yaxşı, daha uğurlu nəticələrinə yəni yol açır. Yəni biz həmişə fəxr edirik ki, Azərbaycan Taekwondo Federasiyasının milli hakimi və gənclərin həm də arxasında dayağındayıq. İnanmayın, boş söhbət. Belə zarafat etmək video üçün dedim. Biraz da sıxmayana. Ay qadan qalım, yəni Hakimliyin ən pis tərəfi nədir? sən.
Yox, cavab verə bilərsiniz. Hakimin ən pis tərəfi o ki, dəstəkçi heç vaxt yox. Ay qadan alım, eşsən may dedə. Biz Gəncədən gələnik də, ha. Yəni O dili getdikcə o oyun girir. Gəncədən gələnsin. hə, Gəncədən gələnik. Hamı bu qızdan imza almaq üçün sırada dayanır. İnanırsınız? Yəni hamı gözləyir ki, bu qız onlara imzalarını versin. Yaxşı belə tutulmaz. Bizim pis tərəflərini unutsaq çox yaxşı işimiz var. Yəni ola bilər ki, burada sonra bir verə bilərəm. Amma olsun. Olsun. Bu da Eləmə atdan makinə. Stul gələr bu tərəfə yıxılarsan, baş gözün hazırlar. Yerdən, yaxşıdır boynun sınmadı. Bilirsən, ürəyimsən. Necə sınav var, yox, sağ olun. Hər şey qaydasında, sağ olun, hər şey qaydasındadır. Təşəkkür edirəm. Yüksək səviyyədə hər şey aladı. Çox sağ olun. Azarım deyirəm. Deməli, axşamınız xeyir. Bugün belə biraz hava işıqlı vaxtı çıxırıq. Yarışımız biraz tez bitdi. Əslində normal bir vaxtda bitib 7-yə qalır artıq. Bugün çox şükür ki, belə sakit, səssiz yola verdik. Yəni yola verdik deyəndə, yəni yarışı yaxşı bitirdik mənasında yola verdik. Günün totalı ilə bağlı belə qeydlərimi deyim ki, hər şey yaxşı keçdi, səliqəli, heç bir problem yaşamadı. Düz yaşadıq, yəni necə problemlər, xırda səhvlər oldu, təbii ki, gözdən yayınmalar oldu bəzən. Ya bunlar da artıq normal bir şeydir, çünki bütün günü istər-istəməz göy qırmızı eləyəndə artıq bir yerdə beyin error verir. Amma ümumi olaraq yarış yaxşıdır. Hər şey qaydasındadır, səssiz, səmirsiz gedir. Dünən biraz çox ağır idi, amma bugün əladır hər şey. Sabah görüşənədək. Sabahınız xeyir. Yarışın 3-cü gündən sizi salamlayırıq. Sabahınız xeyir olsun. Salam aleykum. Görək bugün necə keçəcək və bugün artıq son kadrları çəkəcəyik. Hakimləri, Mən Elmir Mahmudov. Milana, referi, Abbas 2, Elmir 1, Səmat Yey. Mən də heç nə buradayam. Texnikaya Kənan, sonra Nərgiz xanım. Salam. Səhər tezdən olub, bala. Səhər tez deyil. Saat necədir? Hələ ayılmamış. Bilirəm da. Bir kim idi? Mən. Bir. Bunlar yenə var. Sonuncu. Bir. Artıq 3-cü gündür, 3-cü günün abedinə gelirik. Salam əleyküm. Abbas bizə zəhmət olmasa bufetimizi tanıt. Bufetdəki vəziyyətdən biraz bizə bəhs et. İyi bişmək var. Çox güclü bişmək var. Protein var. Basmağa gedəcəyik. Nuş olsun hamıya. Gəldi. Salam. Yox, sizə deyəcəm. Videolara bax. Yaxşı ki aklıma Ayın 28 çəkmişəm. Gir ayın 28-dən tezlik keçsən. Nə çəkmiş? Ay, çoxdur telefonda şey. Sənə deyəcəm. Açıb verərəm, nə deyə? Yox, yemək yox. Oo. Yox, gəl. Ciddi. Ne yapıyorsun? Oldu mənim problem. Ben de işte. Buralarda. Axırıncı döyüşdə avtokoyda sən haqlıydın. Halkalya'dan qabaq çıxmışıq. Mən salmayayım. Mən salmayayım, zəhmət olmasa. Mən burada... Mənim yaşım çatmır, özümə bilir bu. Salam. Herkese salam. Herkese salam. Bildiğiniz gibi 28 April 30 April tarihlərində Höfsan Olimpiya İdman Kompleksində Yeniyetməli Respublika Çempionatı keçirilir və biz bu çempionatda iştirak edə bilmədik bəzi səbəblərdən ötəri.
Amma gördük ki, digər hakimlər bizdən ötürü çox ağlayırlar. Bəli. Və qərar verdik ki, yarışın son günüdür, gedək onları ziyarət eləyək. Bəli, biz gəlirik, bizi gözləyin. Biz artıq gəlib çatmışıq. Hara? Fövqəladə Hallar Nazirliyi. Xilas edici idman sağlamlıq mərkəzinə. Bəli. Çox qısa olsa da adı. Biz gəldik, çatdıq. Hal-hazırda girəcəyik içəri. Bizdən ötürü çox darıxmışdılar, çox video atdılar ki, sizsiz olmur. İlk dəfədir ki, biz yarışı hakim olaraq kənardan izləyəcəyik. Necəsən? Sağ ol, yaxşı. Salam aleykum. Yaxşı istədiniz. Gözə mən də qoyum, değil mi? Hə, qoy. Pulu üstünə. Neyinirsiniz? Gəlmişik sizə demək. Biz yoxuq. Darıxmışdınız hə biz üçün. Yol boyu onu deyirik elə. Bunu da bıraq, tuxumuzu da bıraq. Yeriniz bilinir. Çox sağ olun. Aşağı gedə bilərik də bizə. Sonra belə əlimdə tutmağa. Bunlarıma abırsızlara var. Sol tərəfdən gedəcək. Tuzu da bir çəkmə bu. Bir çıxardırsın. Qabağı olmur. Yarışa bu aşkı ilə uçmaq istəyirəm. Bu aşkı ilə fərqli görürəm yarışı. Bəs Sən niyə gəlib çəkirsən burada? Niyə? İcazə kimdən alırsan? Salam. Siz bəs icazəni kimdən almısınız? Hadi yəni bunun səsi yoxdur axı. Mən icazəni Gündüz müəllimdən. Mən indi 2 dənə vermişəm, 3 dənə döyüş eləyir, sonra bu final versin, sonra öz final alacaq. Tamam. Ama bunu Sonra da yani neçə nömrə jiletləsən. Tamam. Milana bunu söndür. Ama yazık. Söndür. Sil bu. Baxın. Salam. Yarış necə gedir Fuad bəy? Yaxşıdır. Dəqiq. Güzel. Bəyənirsiniz? Yo, yarış ümumiyyətlə bizsiz necə gedir onu deyin. Siz pis. Sizsiz dilxorçuluq. Əsasən də mənsiz. Canavar yoxdur. Bərbadsiz. Orada nə yazır? Bəli. Neçən Əli? Yaxşıyam. Hər şey əladır. Hər şey qaydasında. Qoşuram onun aktiv track modunu, takip edir onu. Başa bilirsən? Sən bir var, Saliyə, yoxsa özünüz var? Hakimlərin baş hakimi Gündüz müəllim, Gündüz Abdullayev. Hazırda təsavvür edirəm. Gülmə. Salam qızlar. Salam. Fövqəladə hallar könülləri olaraq nə deyə bilərsiniz bu yarış haqqında? Yarış çox maraqlı davam edir. 3 gündür buradayıq. Təbii ki, maraqlıdır. Möhtəşəmdir. Möhtəşəmdir. Və siz? Bu gün artıq yarışın 3-cü və son günüdür. Biz də ilk gündən buradayıq. Çox maraqlı bir ortam var. Həm təzahürat edib, həm də ki, öz vəzifəmizi yerinə yetirməyə çalışırıq. Amma biraz qarışıq oluram. Çünki biz də izləmək istəyirik. Çox maraqlıdır. Maraqlıdır yəni. Sizə uğurlar arzu edirik inşallah. Bundan da gözəl yarışlarda birlikdə. Çox sağ olun. Sağ olun. Hal-hazırda qarşımızda Natiq bəydir. Şirvan şəhərin məşqçisi, taekvondoda məşqçi. Hakimi, bəli, milli hakimi və məşqçisi. Nə deyə bilərsiniz bu yarış haqqında Natiq bəy? Nə haqqında nə dedim? Yarış haqqında. Yarış haqqında möhtəşəmdir, əladır. Yaxşı potensial uşaqlarımız var. İnşallah dünya çempionu, Avropa çempionu olacaq. Əla gedir, yarışlar mükəmməl. İnşallah. Bəs Şirvandan hansısa bir klublarımız iştirak edir buraya yarışda? Bəli, Şirvandan 2 komanda, bir komanda daha doğrusu Elman müəllim və Natiq müəllim. Yəni mənim idman çıxanda iştirak edir. Təbii amma təzədirlərdir, hələ istədiyimiz nəticələr əldə edə bilməmişik. Eybi yox, inşallah gələcək yarışlarda uğurlar sizə. Təşəkkür edirəm. Biz təşəkkür edirik. Buyurun. Salam. Necəsiz? Xanım, necəsiz? Yaxşı, siz necəsiz? Yaxşı. Vasif bəy, necəsiz? Salam, xoş gördük, xoş gördük. Necəsiz? Yaxşı, siz necəsiz? Xoş oldu. Yarış haqqında. Yarış çox güclü keçir, rəqabətli keçir. Həqiqətən güclüdür rəqabət. Darıxmışdınız. Əsas bizi üçün darıxmışdınız. Çox darıxmışdım. Milana xanım, siz? Güclü olan qazansın deyə
ədaləti təmsil edirik çünki. Təbrik eləyirəm sizi. Siz heç bir yarışınız olmasın. Çox sağ olun Vasif bəy. Teşekkür ederim. Təşəkkür edirəm. Siz nə deyə bilərsiniz? Siz nə deyə bilərsiniz Kənan bəy? Siz silin o pozun o kanalı. Aynesi. Nə deyir? Liderdə aynesi. Ya o rəhmətə gedənlərdən. Seymur müəllim salam. Aleykümselam. Necəsiz? Mən əlayam. Siz necəsiz? Yaxşı. Bu yarış haqqında fikirləriniz Fikirlərim möhtəşəmdir. Birazdan Zəhra xanım lisenziya döyüşəcək. İnşallah. Sağ gənclərin olimpiya oyunlarında ölkəmiz təmsil edəcək. Bursa'dakı canı sağ olsun. Hər şey əlayam. İnşallah uğurlar. Səsim fikirləşmirik. Təbii ki, amma uğurlar inşallah. Yaxşı olar. Götürə bilərəm. Əkbər salam. Salam. Necəsən? Şükür. Necə keçir yarış? Yorğunsun. Görürəm üzündən görsən ki, çox yorğunsan. Səma salam. Aleyküm salam. Necəsən? Yaxşıyam. Necə keçir yarış? Görürəm, heç yorulmamısan, amma yenə də ki, uğurlar arzu. Kameradan sonra bəlli olur. Uğurlar arzu edirik uşaqlar sizə bu günlərim. Hal-hazırda Mehriban xanımın yanındayıq. Müsahibə alacağıq biz indi ondan. Bu günlərim nəvəsi döyüşür. Bir döyüş keçib. İnşallah ki, o birisi döyüşlərdə də uğurlar olsun ona. Mehriban xanım, nə deyə bilərsiniz yarış haqqında? Çox həyəcanlıyıq, nə deyə bilərik? Necə keçir yarış? Çox yaxşı. Nəvəm döyüşür, bir döyüşdə qalib olubdu. Asiman Taekwondo klubunun üzvüdür. Təbrik edirik. İndi digər döyüşləri gözləyirik. İnşallah ki, uğurlar arzu edirəm nəvəmə. Digər uşaqlara da onlarla bərabər. Çox sağ olun. Təşəkkür. Klubumuzun üzvlərinə və digər klub üzvlərinə. Çox sağ olun. Təşəkkür edirik. Soykanı değişmesin. Soykanı değişme. Abbas salam. Sağ olun. Necəsən? Yaxşı, siz necəsiniz? Yaxşı. Necə keçir yarış? Allah keçir. Xoşuma gəlir? Bəli. Sizi gördüm, lap yaxşı. Vay, çox sağ olun. Bəlkə mən olsalar yarın. Bəlkə mən öyle. Ali qardaş, sən də yanlayam. Sən Hal-hazırda qarşımızda Nərimanov Taekwondo klubunun baş məşqçisi Sənan Mehdiyevdir. Sənan müəllim, yarış haqqında nə deyə bilərsiniz? Yarış çox prinsipial keçir. Hal-hazırda punçaklarda ən azı 20-dən yuxarı uşaq sayı var. Çox mübarizəli, çətin keçir. Buna baxmayaraq 2 idmançımız yarı finaldadır. Biri 3 döyüş, biri 2 döyüş qalib gəlir və növbəti döyüşü gözləyirik. İnşallah uğurlar arzu edirik sizə. Çox sağ olun. İndi hal-hazırda final döyüşü keçirilir. Qafqaz klubu ilə Ümid klubunun final görüşüdür. Bugün Hakimlər haqqında, yox, ən sevdiyin hakimlərdən kim var burada indi? en sevdiği hakimlerden biri Jale'dir. Her sevmeyen bir hakimlerden varsa o da Xəzərdir. Vəssalam. Bunu geçsin. Bu geçsin, Bu geçsin. Gəlməm salam. Salam. Necəsiz? Təşəkkür edirəm. Yaxşı olasınız. Siz necəsiz? Yaxşı olasınız, çox sağ olun. Yarış haqqında nə deyə bilərsiniz? Yarış haqqında Yarışlar. çox gözəl yarışımız keçib. İştirakçı sayı keçən ilə baxan yerdə çox yaxşıdır. Artım var, perspektivli idmançılarımız var, talantlı idmançılarımız var. İçindən ən yaxşısından layiqlisini seçib milli komandaya cəlb etməyə çalışırıq. İnşallah yanılmarıq. Yüksək nailiyyətlər gözlədiyimiz uşaqlarda yüksək nailiyyətləri verər. Qarşıda Avropa çempionatımız var. Avropa çempionatına hazırlıq məqsədidir bu. Seçim məqsədidir. Milli komandanın tərkibin, heyətin təyin eləmək üçündür, bəli. İnşallah layiq olanlar çempion olar və Avropada da yaxşı nəticələr İnşallah verir. oğlunuz da birinci yer olub, Bəli. çempion olub. Bəli. Təbrik edirik. Təşəkkür edirəm. Bəli, təbrik edirik. İnşallah. Sağ olun Cərmə. Minnətdaram. Təşəkkür Uğurlar sizə. Sağ olun. Sağ olun. Salam Tapdıq müəllim. Salam.
Tapdıq müəllim bizim həm valideyn olaraq, həm baş məşqçi olaraq, həm də ki Azərbaycan Taekwondo Federasiyasının milli hakimi olaraq nə söyləyə bilərsiniz? Yarış gərgin keçir. Çox yeni idmançılar gəlib, yeni küpələr gəlib. Gərgin döyüşlər gedir. İnşallah ki, İnşallah xeyirlisi olsun. Güclər qalib gələr. Milli komanda təyin olunur bu yarışda. İnşallah. Çox sağ olun müəllim. Çox sağ olun. Təşəkkürlər. Həmid Bəndəliyev yaxınlaşır bizə. Həmid, Sizi xoş gördük. Çox sağ olun. Necəsiz? Çox sağ olun. Necə keçir yarış? Yarış möhtəşəm. Təzə qaydalardan nə deyə bilərsiniz? Təzə qaydalar idmançıların daha da aktiv döyüşməsinə səbəb olur. Maşallah yarışlar süper gedir. Maşallah sizi yaxşı gördüm. Heç yorulmamısan ay Həmid. Yorulmuşam, niyə ki? Amma üzündən görsəm. Bilmərəm. Əhval-ruhiyyə yaxşıdır ona görə. Həmişə yaxşı olsun. Bir tərəfdən də əmi bizə yaxşı baxır. Çox sağ olun. Ona görə yorulmamışıq. Çox sağ olun. Gəlirik, çayımızı Əmin. içirik, kofemizi içirik. Təşəkkür edirəm. Çox sağ olun. Sağ ol. Təşəkkür. Həmid sağ ol. Siz sağ olun. Sağ ol Həmid. Sağ ol. Rəhbəri olaraq yarış haqqında nə deyərsiniz? Keçirilən yarışlarda demək olar ki, əziyyətin demək olar ki, 50%-ni texniki heyət çəkir. Başda mən olmaqla özümüzün yaratdığımız sistemlə idarə olunur. Demək olar ki, Azərbaycanda ilk bizdədir bu sistem. Və uşaqlarımız çox əziyyət çəkir, hakimlərlə yanaşı. Federasiyanın demək olar ki, görünməyən bir güc strukturu olaraq həmişə pərdə arxası işlərimizi görürük. Amma biz olmasaq o deməkdir ki, yarış olmaz. Yarış zamanı hansı problemlərlə qarşılaşırsınız? Ən çox gözə görünməyən problemlərdə hansı ki, daxili hakimlər və texniki işçilər arasında baş verir və onları biz gözə görünməyən bir tərəfdən həll olunur. Tamaşaçılar tərəfdən, idmançılar tərəfdən, məşqçilər tərəfindən bunlar hiss olunmur. Çünki komandamız peşəkardır. O yüzden de onları elə həll edirik ki, onu heç kim hiss eləmir. Yarışın gedişatına maneçilik törədim. Sinxron şəkildə çox gözəl işdir, bir-birlərini başa düşürlər. Çünki burada yeni uşaq yoxdur, hamısı illərlə pişmiş uşaqlardır, peşəkar uşaqlardır. Artıq 15 ildən, bəlkə 20 ilə yaxın ki, eyni uşaqlar, eyni hakimlər bir arada işləyirlər, bir arada çalışırlar və özlərini çox gözəl başa düşürlər bir-birlərini. Son olaraq vlogu izləyənlərə nə demək istəyirsiniz? Vlogu izləyənlərə onu demək istəyirəm ki, Taekwondo idman növü çox gözəl idman növüdür. Daim bizlə olun. Klublarımızın fəaliyyətində köməklik göstərin. Uşaqlarımızı Taekwondoya gətirin. Sağ olun. Misman salam. Necəsən? Danışa bilmirsən, amma bu gün biz səni danışdıracağıq. Dünənlərim çempion olmusan, təbrik edirik. Necə idi? Necə keçdi yarışın? Əla keçdi. Döyüşlərin necə oldu? Çətin idi yoxsa? Canlı idi, çətin idi. Rəqiblərin bəs? Rəqiblərin hamısı gücündə. Təbrik edirik səni bir daha. Səni çox danışdırmayaq. Boğazın ağrır, səsin tutulur. Ebiyor. İnşallah ki, bundan da gözəl nəticələr də olsun. Çox sağ ol. Təbrik edirik. Sağ ol. Sen alsınız. 108 veriyor. 108. Yarışın həkimləri olaraq nə deyə bilərsiniz? Nə deyə bilərik? Nə barədə deyim? Siz sual verin. Yarışla bağlı təəssüratlar bizə. Yarışla bağlı təəssüratlar, uşaqlar çox fəaldır, xoşum gəldi. Hakimlər də həmçinin. Çox dürüst keçir yarışlar. Bu qədər deyə bilərəm valla. Hakimlər sizi döşəyə çağıranda emosiyalarınız necə olur? Emosiyalarımız təşviş bozucu.
Heyecan. Heyecan. Çağıram görüm necə olacaq. Heyecanlı. İlk dəfədir yarışda iştirak edirsiniz. Yo, bu ikincidir. Artıq ikincidir. Yarışla bağlı ümumi təəssüratlarınız necədir? Yaxşıdır. Yalan. Çok süper. Heç nə, darıxırıq sizin üçün. Yeriniz mi? İnşallah gələn yarışda işləyirik. Oradan çəkib Rama telefonu görə bilir. Qurban, təbrik eləyirəm. Gəncə komandası yəqin ki, birinci yer olacaq kuboklar üzrə. 4 qızılımız var. İnşallah davamiyyəti gəlsin. Bir də namizəddir, o da Samuray Babayevdir. Ondan da gözləyirik. 5 qızılla inşallah fəxrçi üçün ən yüksək pilləsində yer alacağıq. İnşallah. Təbriklər. Yaxşı sürəm. Salam. Bu videoda bilmirəm artıq neçənci salam. Siz danışa bilərik. Nə danışa bilərik? Nə danışa? Mənim haqqımda nə deyə bilərsən? Vasif müəllim, buradan çıxıb hara gedirsiniz qusara? Bəli, mən burada Qusa gedirsiniz. təşrif tutmuşsunuz. Üzr istəyirəm. Üzr istəyirəm. Burada Demirəm, üzr istəyim, dönə-dönə. ay çox dölə. Mən buradan çıxıb yarışdan çıxıb övə gedirəm, Qusara gedirəm. Mən niyə bunu əlinə tutmuşum? Bilə bilə. Kanka girişiniz abi. Dəqiqə müsahibə verilir. Abla çıx həyatımdan da. Nə istəyirsən? Gəl, bizdə. Ya bacı. Vasif müəllim, bu yarış haqqında nə deyə bilərsiniz? Bu yarış həqiqətən çox səviyyəli, çox belə oran çəkmir. Ora düşmədik. Ama söz söhbət yaradırdı. Ay. Çox yaxşı. Amma siz olmadan həqiqətən bu yarış sizin yeriniz görsəlirdi. Bax ciddi, həqiqətən ciddiyəm. Bax həqiqətən deyirəm, sizin yeriniz görsəlirdi. Aysel xanım, Dilarə xanım, bir də Xəzər bəy. Bunlar bizim qardaşlarımızdır. Hamı bizim qardaşlar. Halbuki burada olmayanlardan. Güc birlikdədir. Güc birlikdədir. Çox sağ olun. Gələn yarışlarda inşallah görüşərək bir yerdə. Hamıya krepkova zdoroviya. Artıq yarışın sonudur və hakimlərlə indi bir dənə xatirə şəkli çəkdiririk. Yekunlaşır bundan. 3 günlük yeniyetmələrin Respublika çempionu bununla da bitir. Çempionatı bununla da bitir. Yak kalktı, ona verdim. Yok, ben kendine çeksin. Sonra oluyor manatlar. Axırıncı final 4 hakimimiz çıxır ora. Siz onlar idmançılara dəstək göstərirlər. Siz də arxada səliqə ilə öz hakimlərimizə dəstək. Axırıncı döyüş səhvsiz, qadasız, balasız axırıncı döyüş. Yaxşı. Sağ olun. Baba. Gedirik indi. Yarışın best refillərini seçəcəklər. Yəqin ki, beynəlxalq dərəcəli və milli hakimlərdən seçiləcək. İnşallah ki, kim seçiləcəksə təbrik edirik indidən. Gedirik, siz də baxın. Getdik. Ramal müəllim, döyüşdən çıxdınız. Bəli. Necə idi döyüş? Necə keçdi? Final döyüşünü aparırdınız. Normal, qəşəng, maraqlı döyüş getdi. Qəşəng də idarə elədim, inanıram. Allah həmişəki kimi. Ramal müəllim, yeni qaydalar olub da, yəni yeni qaydalar gəlib. Necə idi? Çətin idi yarış üzrə yoxsa? Qaydalar bizim üçün daha rahat idi. Başa zərbələr olmadığına görə daha rahat idarə etmişik. Normaldır qaydalar. Çox sağ olun müəllim. Təşəkkür eləyirəm. Yorulmayasınız. Getdik.
Hara aparsan? Ay Elşad müəllim danışmır. Belə şeymə. Eləmə, Elşad müəllim eləmə. Elşad müəllim salam. Aleyküm salam. Necəsiz? Allah. Siz necəsiniz? Başqa sual verə bilməm. Yaxşıyıq Elşad müəllim. Axşam məni evə aparacaqsınız Elşad müəllim. Mütləq, mütləq. Çox sağ olun. Siz sağ olun. Ha. Cicə bombes. Salaş da belirlər. Cicə bomba axı. Bu düşün qabağdayız. Son best referi yəqin ki Ayşər xanım özü təbrik eləyəcək. Bir görək də. Ay çox deyirsiniz. Məncə best referi bugünkü yarışın best referiləri yox, Sıtxa deyil. Natiq. Aytən. Mən dediklərimdən, yəni hər ikisindən biri düzgün çıxsa, çox sevsəm. Qurban da ola bilər. Buradan deyirlər Qurban. Vasif olub artıq, amma yəni ikinci səfər olma ehtimalı da ola bilər. Sadəcə indi yeni hakimlərimizə, təzə hakimlərimizə yol verəcəyik. Bir dəqiqədə söz danışam, imkan vermirlər. Belə şey yoxdur. Yaxşı söndür. Nübar. Nə deyə bilərəm? Ne var deyirəm, boğuluram. Orada sana kamera hazır. Kamera oranı çək. Bax gördün. Mən çək. Bax gördünüz, mən dediyim kimi Natiq. Yanılmamışam. 3 tane olmalıydı. Aa, 2 tane. Natiq. Ay kimi tapdı oldu? Sözü izvini. Uşaqlar. Təbriklər. Nübar. Şəkil çək. Nübar. Şəkil çəkəndən sonra bizə gələrsiniz. Bura gələrsiniz. Bura. Yəni bu dəfə yarışın ən yaxşı hakimləri qadınlar arasında Nübar Hacıyeva, oğlanlar arasında Natiq Bağırov. Bir danışdıracaq onları. Gəl, yaxın gəl. Təəssüratlarını de. Çox sevinirəm. Allah bizi qərarlarımızı el eləsin ki, həmişə düzgün qərar verə bilək. İdmançılarımız bizim Natiq gəl, təəssüratlarını Təəssürat açıq gözləyirdim. Çox sağ olun. Minnətdaram məni seçdiklərinə görə. Çox xoş oldu gerçəkdən. Mən də çox sağ ol deyirəm təşkilati heyətə, Gündüz müəllimə sağ olsun bizim əziyyətimizi çəkir. Aygül xanıma, Minnətdarlığımızı bildirin. Niyamətdin müəllimə çox sağ olsunlar, var olsunlar. Təşəkkürlər. Təbriklər uşaqlar. Təbriklər. Getdik. Gəl gedək o tərəfə özümüzü. Axşamınız xeyir. Hər vaxtınız xeyir olsun. Yarışımız bitdi. Bəli, indi hal-hazırda qızlarla çıxmışıq. Gedirik hansısa bir yerdə əyləşib videoları editləyəcəklər. Bəli, editləyəcəklər. İnşallah yarışları çox gözəl keçdi. Maraqlı olub, yeni qaydalarla daha maraqlı olub. Bu yarış digərlərinə nisbətən daha sakit idi. Çünki öncəki yarışlarda başa video replay var idi. Amma indi yox idi deyə hakimlərin üstünə çox düşmürdülər, çox video replay qaldırmırdılar. Bu baxımdan məncə bu yeni qaydalar işləyən hakim olaraq çox yaxşıdır. Bəzi düzəlişlər olunmalıdır yeni qaydalarda, bəzi situasiyalara əsasən. Bu da daimi ilbəil təkmilləşən bir işdir. Ümumi total olaraq pozitiv keçdi, amma bunu biz deyə bilmərik. Təbii ki, vloqa baxandan sonra siz deyə bilərsiniz ki, necə idi. Bəli. Sizdən şərhlər və like'lar gözləyirik. İnşallah ki, yaxşı olar. Kanala abunə olmağı unutmayın. Videonu like edin, şərhləri yazın, kanala abunə olun və dostlarınıza göndərin. Bəli. Hələlik. Hələlik. Like and subscribe.